Növbədə Sırada qonaq rubrikamızdır və bu dəfəki qonağımız 5 qat dünya çempionu Pərviz Abdullayevdir. Siz onu Kobra kimi tanıyırsınız. Gəlin izləyək. Salam Pərviz. Salam. Stop. Yəqin ki, bu işarəni tanıyırsan. Maraqlıdır. Pərviz üçün stop nədir? Stop sözü hər yerə deyilməməlidir. Stop o zaman deyilməlidir ki, məncə hər bir şeyin bitdiyi an. İndi bir anlığa siz stop dediniz, mən fikirləşdim ki, idmana mən stop deyə bilərəm, görəsən nə vaxtsa. Özüm dedim ki, yox, stop desəm belə, nə vaxtsa yenə mən idman eləyəcəm. Bəlkə də döyüşə mən stop deyərəm ki, bitdi artıq, döyüşüm olmaz. İlk stopu Pərviz nə zaman eşidib? Döyüşdə eşitmişəm mən ringdə, stop. Olmaz döyüşmək. Belə bir şey, başqa heç bir zaman. Yəni demək istəyirsən ki, bugünə qədər sənə stop deyən olmuyor? Yox, olmuyor. Bəs maraqlıdır. Sən kimlərə stop demisən? Olubdur. Çox olub ki, stop demişəm. Bəlkə danışaq o çox olanlardan? Yox, danışmaq. Niyə Pərviz Kobra? 2007-ci ildən bu ləqəb məndə artıq, məni daha çox bu ləqəblə tanıyırlar. Deyəndə ki, Pərviz Abdullayev desəm ki, həqiqətən tanımırlar da çox zamandır. Artıq Kobra Pərviz dediyin zaman tanıyırlar. Niyə Kobra? Özümdəki zərbələrimi, deyim, riski, belə gözlənilməz anda vurduğum zərbələr nəticəsində özümü buna bənzədirəm, bu heyvana, amma sürünənəm desəm Kobraya. Belə o zamandan da Kobra olaraq qaldı. Maraqlıdır. Pərviz həyatda da mı ilandı? Yox, deməzdim. Show biznesdə belə deyək də, qalmaqallar, bir-birlərini yola getməməklər, bir-birlərinin ayağından dartmalar yetərincədir. Maraqlıdır, idmanda mı var belə şeylər? Mənə elə gəlir ki, bu hər bir sahədə vardır. İstər show biznesdə, istər idman sahəsində, sadəcə olaraq hərəsində bir cürədir. Məsələn, idmanda da var ki, sevmirlər səni. Məsələn, sənin haqqında bilirsən, sözlər deyilir ki, məsələn, mən eşitmişəm ki, Pərviz gedir və yaxud danışılmış döyüşlərdə döyüşür və ya zəif rəqiblərlə döyüşür. Belə sözlər yayılır, deyirlər, hər bir sahədə var. Bu bizim sahədə. Deməli, Pərvizin də düşmənləri var. Çoxdur. Onlar qarşı necə mübarizə aparsan? Mən fikir vermirəm sadəcə olaraq. Pərviz, bilirik ki, ailəlisən, övladların var, Allah saxlasın. Sağ ol. Gələcəkdə övladlarının, belə deyək də, sənətini davam etdirməsini istərdənmi? Mən belə şeyin tərəfdarıyam ki, əgər elə bir uşaqda, övladımda əgər bu varsa, yəni idmana meyillik, idmancı, onda talantı varsa, istəyərəm davam eləsin. Yox, əgər yoxsa, mən zor gücünə heç vaxt istəmərəm ki, məsələn, bu getsin, döyüşsün və yaxud da idmancı olsun. Məsələn, indi bir oğlumda 3 yaşı var, biri hələ yeni doğulubdur. Allah olmayanlara qismət eləsin. Məsələn, bu 3 yaşında olanda həm idman baxıram tərəfi var, mənim döyüşlərimə baxır, mən nə edirəm, onu eləyir. Həm də ki, məsələn, rep zad deyir. Elə bir repləri o təkrarlayır. Ola bilər də kimsə səni tanımasın və belə deyək də, yolda, hardasa bir problem yaşayasan. Tanışam. Hə. Olub. Olub əlbəttə. Yəni, çox da olmasa, çox zaman mən yola vermişəm, səbirli, tanımasalar belə lazım deyil. Mən biraz şirin danışanam. Amma o zamanlar olur, o momentlər olur ki, artıq o deyir də, artıq bıçaq sümüyə dirənir. O zaman olub ki, 1-3-4 dəfə başa salmışam ki, o deyil, budur, mən filan kəsəm səni. Sən niyə belə eləyirsən? Və nə deyiblər, reaksiya necə olub? O heç nə deyə bilməyib artıq. Yəqin ki, ayrandan sonra deyib ki, mən niyə elədim?